paytaxtın Yasamal rayonu Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədi ilə yeni svetoforlar quraşdırılıb. Sözü gedən ərazidə 6 el və A tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib. Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxil olma artıq nizamlayıcı ilə tənzimlənir. Piyadaları isə yolun qarşı tərəfinə piyada svetoforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər.